Deməli birinci. Deyir A mənfi 4,9 və B 1 mənfi 3. Nöqtələr arasındakı məsafəni tapın. Şöyle qaydanı yazacağım. İki nöqtə arasındakı məsafə A x1 y1 və B x2 y2 olarsa AB məsafəsi moduldan görə yazılır ki, məsafə mənfi ola bilməz. Ümumiyyətlə kök altı yazılır, onsuz da. x2 çıxılsın x1-in kvadratı üstə gəlinsin, y2 çıxılsın y1-in kvadratı. Bu da bərabərdir. Kök altında x bax, bu x1 y1, x2 y2. x2 çıxılsın x1-in kvadratı. 1 çıxılsın mənfi 4-ün kvadratı, üstə gəl y2 mənfi 3 çıxılsın 9-un kvadratı. Bərabərdir kök altında mənfi mənfiyə müsbət. 1 üstünə 4, 5, kvadratı 25. Mənfi 12, kvadratı müsbət 100 tutdur. Toplayanda 169 edir, ondan da neçə kök çıxır? 3 kök çıxır. Bu belə. Növbəti. İkinci sual uşaqlar eynisidir. Hə, parçanın orta nöqtəsini deyir. İkincidə deyir ki, A mənfi 3, 2 və B 7 nöqtələri olan parçanın orta nöqtəsinin koordinatlarını tapın. Hə, 3, 2 deyil, uşaqlar, bağışlayın. 3,2-dir. Parçanın orta nöqtəsinin koordinatları toplayıb 2-yə bölmürsən. Mənfi 3,2 üstə gəl 7 bölünsün nəyə? 2-yə. Və cavab neçə eləyirsə özünüz taparsınız. Sonra, uc nöqtələri, üçüncü sual. A mənfi 3, 4 və B 11, 8 olan parçanın orta nöqtəsinin koordinatları. Bundan qabaq kimi özü də demişdir, rast gəlmişdir. x1 üstə gəl, x2 bölünsün 2, y1 üstə gəlinsin, y2 bölünsün 2-dir. Parçanın orta nöqtəsinin koordinatları. x1, y1, x2, y2, mənfi 3 üstə gəl 11 bölü 2, 4 üstə gəl 8 bölü 2. Bu 8 elədir 2-yə böləndə 4, 12 elədir 2-yə böləndə 6. Bizdən nəyə soruşur? 3-də koordinatları cəmi soruşur. 4 üstə gəl 6 bərabər olacaq 10-a. Dördüncü sual. 2 nöqtə arasındakı məsafə şu an. Dördüncü sual birinci suala oxşuyur. Beşinci suala baxırıq. 5-də deyir ki, mərkəzi O, 0, 0 nöqtəsində olan çevrə A, 3, mənfi 4 nöqtəsindən keçir. Bu çevrənin uzunluğunu tap. Çevrənin uzunluğunu tapmaq üçün bizə çevrənin radiusu lazımdır. Bir koordinat oxu çəkək. Çevrənin mərkəzi koordinat başlanğıcındadır. 0, 0-da. Amma hardan keçir? 3, mənfi 4-dən keçir. Əslində biz çevrəni çəkək, sonra 3 mənfi 4 edək. Çünki tam tutuzurma olmaz. Mən r kvadratına bərabər olan. Ha? x1 çıxılsın r kvadratına bərabər. Fəqort verim, da? Fəqort verim. Deməli, 3 mənfi 4-dən keçir sadəcə. Şöyle deyək ki, 3 mənfi 4-dən keçir bu çevrə. Harasa deyək ki, buradadır da. Fikir verin. Buradan keçir. X-in 3-ü, Y-in nəyi? Mənfi 4-ü. Bizdən çevrənin radiusunu soruşur. Əmişə, sən deyən budur. Bax, çevrənin radiusunu. Mən çevrəyə buradan radius çəksəm, bir şey əldə etmiş olmayacağım. Mən radiusu həmin nöqtəyə çəkməliyəm. Çəkdim radiusu bura. Fikir verin. Burada nə yaratdıq uşaqlar? Düz uzaq, üst uzaq. Yaxşı, buradan bura qədər məsafə mənfi 4 idi. Yəni nədir? 4 vahid. Şimdi buradan bura nə qədərdir? 3'dür. Onda buradan bura qədər də 3'dür də. 3, 4. Radius neçə oldu? 5. Çevrənin uzunluğu C bərabərdir 2 pi r-dir. 2 pi vurulsun r də 5 oldu. Bu elədi nə qədər? 10 pi. Pi'ni verib. Yox, verməyimsə də cavab elə 10 pi olacaqdır. 6-cı sualda eynisidir. Öz yazarsınız. 7-ci suala baxaq. 7-ci sualda birinci sual. 4-cü sual kimi. Hə, iki nöqtə arasındakı məsafəni soruşur da özü taparsınız. 8-ci sual. Bu nöqtələrdən neçəsi absis oxundan aşağıda yerləşir. 8-ci. M 0 mənfi 4 N 3,5 mənfi 2 K mənfi 2,2 mənfi 2,2 P 3 10 F 5 2 nöqtələrin absis oxundan aşağıda yerləşir. Qrafik çəksək, şöyle baxın. Absis oxundan aşağıda bura deyil. X-i mənfi olsun, X-i müsbət ola bilər. Bax, bura nədir? X-in mənfi istiqamətlidir. Bu isə amma Y-i mütləq şəkildə nə olmalıdır? Mənfi. X mənfi də ola bilər, müsbət ola bilər. Mütləq şəkildə Y-i mənfi olsun. 1, 2, 3 dənəsi. Yəni M, N, K nöqtələri. Absis oxundan hardadır? Aşağıda yerləşir. Sayın soruşur. Sayın soruşur da nəstənisi də baxacaqsın nəstənisi. Sonra Onuncu suala baxırıq. Deməli deyir ki, A, 5, M və B
3, 4. Nöqtələri koordinat başlanğıcından eyni məsafədə olarsa, m-i tapın. Koordinat başlanğıcından eyni məsafədədir. Koordinat başlanğıcından eyni məsafədədir uşaqlar. Simmetriya deyil burada. Eyni də elə deyil, simmetriyadır burada. Koordinat başlanğıcından eyni məsafədədirsə, hər birisinin koordinat başlanğıcına qədər olan məsafəsini tapsaq əgər, bizə nəyi soruşur? M-i soruşur bizdən. Neyse beraber. Ha? Neyse beraber. Deyək ki, uşaqlar var. Koordinat başlanğıcından eyni məsafədədirsə, uşaqlar, A 5-dən M-ə, O 0, 0 deyək. Bura qədər məsafə ilə A, B 3, 4, bir də O 0, 0-a qədər olan məsafələr nə olmalıdır? Bərabər olmalıdır. Deməli, biz burada elə iki nöqtə arasındakı məsafəni tapaq da. A-dan O-ya qədər məsafəni tapsaq, buradan bura qədər məsafəyə bərabərdir. Bunun iki nöqtə arasındakı məsafəsini tapa bilərəm. Çünki bunu tapa bilmərəm, məhsul var burada. Bunun iki nöqtə arasındakı məsafəsi nə təqdir? B-O, ha? 0 çıxış 9, üstə gəlsin 0 çıxış 4, mənfi 4 kvadratı 16. 9-un son 6 nədir, nə eləyir? 25, 25-dən neçə köç çıxdı? 5. Deməli, B nöqtəsindən koordinat başlanğıcına qədər olan məsafə nə qədərdir? 5. Bu da 5 olmalıdır. Onda AO məsafəsi, uşaqlar, AO məsafəsi nə olmalıdır? 5. Onda kök altında x2 çıx x1-in kvadratı, 0 çıx 5-in kvadratı, y2 çıx y1-in kvadratı, 0 çıxılsın m-in kvadratı. Bərabər olmalıdır nəyə? 5-ə. Bu elədir kök altında 0-dan 5 mənfi 5 kvadratı 25, 0-dan m çıxanda mənfi m kvadratı m kvadrat. Bərabər nəyə? 5-ə. Hər tərəfin kvadratı yüksəlsə, getdi kök apardı. Üstə gəl 25 bərabərdir 25, m kvadratı bərabərdir 0, m bərabər oldu nəyə? 0. Deməli, m nəyə bərabər imiş? 0-a bərabər imiş. Y variantı. Belə. Simmetriya varsa, uşaqlar, yenə deyirəm, məsafələr birbirine bərabər olmalıdır da. Növbəti. 11-ci də özü yazarsınız, 12-yə baxaq. Təpələri A 1, 2, 3, B 6, 3, 6 və C mənfi 2, 5, 2 nöqtələri olan üçbucağın AM medianını tapın. AM medianı. Demək olar, biz burada bir üçbucaq qurmalıyıq. A, B, C. A nöqtəsinin koordinatları 1, 2, 3. B nöqtəsinin koordinatları 6, 3, 6. C nöqtəsinin koordinatları isə mənfi 2, 5, 2. Elədir? Mənfi 2, 5, 2. Bizdən AM medianının uzunluğunu soruşur. Üçbucağın medianı da üçbucağı neyini? Tən yerə bölür. Belə nəticəyə gəlir ki, uşaqlar, M nöqtəsi var ha. BC məsafəsinin orta nöqtəsidir. Deməli, bu M nöqtəsi nədir? BC-nin orta nöqtəsinin koordinatlarıdır. BC-nin orta nöqtəsinin koordinatları nədir? Bax, M yazıram da, elədir. Mənfi 2. Ümumiyyətlə, 6 üstə gəl mənfi 2. 6 üstə gəl mənfi 2 böl 2. Sonra 3 üstə gəl 5. Yəni, Y1 üstə gəl Y2 bölünsün 2. 3 ölçülüdürsə, Z1 üstə gəlinsin Z2 bölünsün 2-dir. Onda M nöqtəsinin koordinatları nə oldu? 4, 2, 8 2-yə bölündə 4, 8 2-yə bölündə 4. Deməli, M nöqtəsinin koordinatları 2, 4, 4 oldu. Səndən nəyə soruşur? AM medianı. AM medianı nə deməkdir? 2 nöqtə arasındakı məsafədir. Onda AM modulda bərabərdir kök altında x2 çıxılsın x1-in kvadratı. Yəni 2 çıxılsın 1-in kvadratı. Y2 çıxılsın y1-in kvadratı. 4 çıxılsın 2-in kvadratı. Z2 çıxılsın Z1-in kvadratı. Yəni 4 çıxılsın 3-ün kvadratı. Bərabərdir. Kök altında bu 1 elədi, bu elədi 4. Bu da elədi nə qədər? 1. Toplayanda 6 eləyir. Cavabımız oldu nə? Kök altında 6-ya bərabər. Baxın belə. 13 eynisi də özünüz yazarsınız. 14-ə baxan. En nöqtəsinin kodu şifahidir aşağılar. En nöqtəsinin koduna baxın. Hər dama bir vahiddir. 3-ü. Ha? 3-ün mənfi 3-ü. Yaxşı bax. Mənfi 3-ün Mənfi 3-ün mənfi 3-ü. Mənfi 3-ün mənfi 3-ü. 15-də nədir en nöqtəsinin koordinatları? X-in 1, 2, mənfi 3-ü, Y-in də 2-si. Mənfi 3-lə 2 olacaq. Bəs olacaq. 16-da deyir hansı nöqtə X, Y müstəvisi üzərindədir. Kimin üzərindəsə o 0 deyil axı. Qonşusu 0-dır. Kim 0-dır? Z-i 0-dır. X, Y varsa Z-i 0-dır. Elə deyil? A variantı. Bəs olacaq. 17-də də eyni, 18 eyni, 19-a baxırıq.
Absisi ixtiyari həqiqədət ordinantı 0 olan nöqtə. Sonra ordinantı 0-dır, y-i. Y-i 0-sa nöqtə hardadır? X oxu üzərində. Yəni absis oxu üzərində. Hansı variantdadır? D variantı. 20 də eynisidir. Absisi mənfi. Y. 21. 21-də. Deyir, absisi mənfidir. Bax, buradadır, hardasa. Yəni, x-i mənfidir. Ordinantı müsbətdir, hardasa buradadır. Bu da deyir, neçənci rüt də olur. İkinci rüt olacaq, vəssalam. 22 də eynisidir, uşaqlar. Özü baxarsa, araşdırarsınız. Növbəti. K-nın hansı qiymətində? 23. K-nın hansı qiymətində? A vektoru 3K, 4K. Vahid vektorlar. Uşaqlar, vahid vektor uzunluğu 1-ə bərabər olan. Uzunluğun sinonimi moduldur və ya mütləq qiymətdir. A vektorunun modulu bərabərdir kök altında x kvadrat plus y kvadratı olacaqdır uşaqlar. Diqqətli olun orada. Və əgər x kvadrat plus y kvadrat 1-ə bərabərdirsə bu vahid vektordur. Və bu da deyir ki, vahid vektor. Təsəvvür edin, bu x-dir, bu nədir? Y-dir. Elə deyil? Bu belə. Formadadır da uşaqlar. Belə yazmırıq. Nə bilim, bura x-dir, bura y-dir. Bunu soruşur da bizdən. A vektoru budur. Elədir? Bunun buradan buraya qədər məsafə. Bax, buradan buraya qədər məsafə y-dirsə, bu da y-dir. Elədir? Buradan bura x-dirsə, bu da x-dir. Bu da düzbucaqlıdır. Nə yaratdıq burada? Fəqat yaradıq. A-nın kvadratı bərabərdir. X kvadrat üstənsin y kvadrat. Bu vektorun modulunun tapılmasıdır. Və yaxud da vektorun uzunluğunun və ya mütləq qiymətinin fərqi yoxdur. İndi kim 1-ə bərabər olacaq? Bunların kök altında kvadratları cəmi. Elədir? Kök altında 3K-nın kvadratı 9K kvadrat. 4K-nın kvadratı 16K kvadrat. Bərabər olacaq nəyə? 1-ə. 25K kvadrat kök çıxır 5K. Bərabərdir 1. K oldu nə qədər? 0,2. Hə, başlayırsın. Müsbət mənfi 0,2. Çünki kök alır. Yox, çölə nə ilə çıxır? Moduldan çıxırsa bir dəfə mənfisi, bir dəfə də müsbət olacaq da. Olacaq müsbət mənfi 0,2-yə bərabər. Növbəti 24-cü suala baxırıq. Nihat oradan da marşırdı. Dördüncü suala baxın, uşaqlar. Deməli, O 0,0, B 1,0 və C 0,2 nöqtələrində olan, nöqtələrində yerləşən OBS üstbucağının xaricinə çəkilmiş çevrənin radiusunu tapın. OBS-nin xaricinə çəkilmiş çevrənin. Koordinat müstəvisil çəkirik. X, Y. O nöqtəsi 0,0'dır. Bax, bura oldu O nöqtəsi. B 1,0 nə deməkdir? X-in 1'i, Y-in 0'ı. Buradadır da. C isə 0,2. X-in 0'ı, Y-in 2'si burada deyil. Bax, bu nöqtə oldu B nöqtəsi. Bu nöqtə oldu C nöqtəsi. Bax, bunları birləşdirsək, necə üstbucaq yarandı? Düzbucaqlı üstbucaq. Düzbucaqlı üstbucağın xaricinə çəkilmiş çevrənin radiusu hiptonuzun yarısıdır. Hiptonuzu tapaq da. Buradan bura məsafə 2 vahid deyil, çünki 2-yə qədər gəlir. Bu məsafə isə 1'dir. Pifagorla katetlərin kvadratları cəmi. 2'in kvadrat 4 üstə gəlir 1, nə olacaq? Kökdə 1. Onda xaricinə çəkilmiş çevrənin radiusu hiptonuzun yarısıdır, kökdə 5 bölünsün 2 olacaq. Bu belə. 25 eynisidir uşaqlar, özünüz yazarsınız. 26'ya baxaq. Parabolanın təpə nöqtələri arasındakı məsafəni tapın. 26. Deməli, y bərabərdir x çıxılsın 2'in kvadratı və y bərabərdir mənfi x plus 3'ün kvadratı. Təpə nöqtələrin arasındakı məsafəni tapın. Uşaqlar, parabolanın təpə nöqtəsinin koordinatları düsturu. Yəni tənliyi y bərabərdir a vurulsun x minus m'in kvadratı üstə gəl nə idi? N'dir. Yaxşı, bunun təpə nöqtəsinin apsisi nədir? Ordinantı var bəyəm? 0'dır. Təpə nöqtəsinin apsisi nədir? Mənfi 3. Ordinantı yoxdur ki, 2 nöqtə arasındakı məsafədir. x2 çıxılsın x1'in kvadratı, üstə gəl y2 çıxılsın y1'in kvadratı kök altında. Mənfi 3 çıxılsın ki, mənfi 5 kvadratı 25'də 0'sa 0 yazmıyor. 25'dən isə kök çıxır, 5 kök çıxdı və salam. Bu belə. 27 eynisidir. 28 əmişəm, o təkrar düşmüşdür və səhv eləmişdim. Oxşuyur? Hə. Ha? Yaxşı, mən sənə inandım. Çıxıb səhv çıxandan sonra daha da sənə inandım. Hə, o burada alınmır axı. X, Y. Deməli. O, A verib X4, B, C-ni verib 5, 0. Deyir ki, O, A, B, C rombunun, söhbət romdan gedirsə, rombda nədir uşaqlar? Bütün tərəflər birbirlə olmalıdır, bərabər olmalıdır.
OC tərəfi OX oxu üzərindədir. C5 0 olarsa AX4 nöqtələrinin apsisini tapın deyir. AX4 nöqtəsinin apsisini tapın. Ha? 5. Yaxşı, buradan bura qədər məsafə nə qədərdir? 5. Çünki bu x-in 5-i y-in 0-dır. Əgər bu 5-dirsə, bütün tərəflərimiz 5 oldu. Başa düşdük. Yaxşı, başqa nə edin uşaqlar? Bu nöqtənin koordinatlarını tapaq da. Hündürlük diyor. Çəkdik hündürlük. Sonra O anı da x4 deyirdə. 4 y-in 4-üdür. x 4-dür, y-imiz nədir? 4-ə bərabər. Deməli, buradan bura qədər məsafə nə qədərdir? Ora 4, onda burada 4-dür. O da 3. Elədir? Yaxşı uşaqlar. 4, 5. 4-dür, buradan bura 4-dür. 4, 5 neçə olacaq? 3. Onda bu nöqtəmiz 3 oldu. Buradan bura fikir verin, fikir verin. 5 buradan buraya, buradan bura 3-sə bura nə qədərdir? 2-dir. Elədir? Yaxşı, bu nöqtənin koordinatı onda x-in 3 nöqtəsidir. Onda x-imiz nəyə bərabər olacaq? 3-ə bərabər olacaq. Vəssalam. Bu qədər. Eyni bu sual idi. Yox, başqaydı. Ha? Başqaydı. Uşaqlar 29 eyni baxın. 30 eyni. 31 eyni. 32 eyni deyib baxaq. Dənə Qəyisin yazaq. 32. Neçədəndir? Yazalım, yazalım. Nöqtələr verilir ABCD trapesiyasının təpə nöqtələri olarsa PY orta xəttinin uzunluğunu tapın deyir. Trapesiyanın orta xətti oturacaqlar cəminin yarısına bərabərdir. Yaxşı, deməli biz buradan bura qədər məsafəni və buradan bura qədər məsafəni tapmalıyıq. Elədir? 2 nöqtə arasındakı məsafədir uşaqlar. Nədir? 8 çıx 2. 6 6-nın kvadratı 36. 6 çıxılsın 6 0. 0-ın kvadratı 0. Onda 36 üstəyə 0. 36 neçə şey çıxır? 6. Deməli bu məsafə bu 6. Buradan bura qədər məsafə onsuz da görsənir ki, nədir? 10-dur. Çünki bura x-in 10 qiymətidir. Onda buradan bura qədər məsafə 10-dur. 10-dan 6-nı toplayırsan 2, 16 2-yə bölürsən nə edir? 8 və 0. 30 yenisi uşaqlar öz yazarsınız. Deməlidir, A200 və B4-5 nöqtələrini birləşdirən parçanın orta nöqtəsinin koordinat başlanğıcından məsafəsini tapın. A, 2, 3 və B, bax, gəlin belə yazaq. Bu nöqtə, bir də bu B nöqtəsi. Nədir? 4, 5. Deyir, nöqtələrini birləşdirən parçanın orta nöqtəsini. Cümləni saxladım. Birincisi bunun orta nöqtəsini tapaq da. Parçanın orta nöqtəsi necə tapılır? 2 üstə gəl 4. Orta nöqtəsinə bir O deməyək, tutaq ki, C deyək. X1 üstəl X2 6 bölü 2 3. Y1 üstəl Y2 8 bölü 2 4. Deyir ki, parçanın orta nöqtəsinin koordinat başlanğıcından məsafəsini. Yəni C3 4-dən hara qədər? O 0 0-a qədər. 2 nöqtə arasındakı məsafə deyil. X2 çıxılsın X1-in kvadratı. 3-ün kvadratı 9. 16 və 16 neçə çıxdı? 25 neçə çıxdı? 5-ə bərabər olur. Bu belə. Sonra 36 37 oxşayır 28 29 30-a. Yazmaq olar. 37-də deyir olan üçbucağın sayəsini tap. Düzbucaqlı üçbucaq bəlkə alınmadı, ya diqqətli olun. Çünki orada 0-0 olsaydı bəlkə də alınadı. Baxaq şöyle kenarda. 38-ci sual. Nöqtələr veribdir. A 3 4, B 3 mənfi 4, C mənfi 2 mənfi 4. Olan üçbucağın sayəsində birinci koordinat müstəvisində bunu quraq. Görə gələ hansı formalı bir üçbucaqdır? X, Y. X-imiz 3-dür, Y-imiz 4-dür. Bu oldu A nöqtəsi. X-imiz 3-dür, Y-imiz mənfi 4-dür. Bu oldu B nöqtəsi. X-imiz mənfi 2-dir, Y-imiz mənfi 4-dür. Bu da oldu C nöqtəsi. Hə, yarandı uşaqlar, yarandı. Düzbucaqlı üçbucaq yarandı. Düzbucaqlı üçbucağın sayəsi necə tapılır? Katetlərin hansını yazın. Bu katet uşaqlar, buradan bura qədər məsafədir. Bu mənfi 2-dir, bu da 3-dür. Neçə vahid? 5 vahid. Bu da ki 4, bir də mənfi 4. 8, burada nə qədər oldu? 8. Onda S üçbucaq A, B, C, bəli, 5 vurulsun 8. Katetlər hasili bölünsün 2-yə. 5, 80, 40, 2-yə böləndə 20 edəcək cavabımız. O 9 da sizindir, 40-a baxaq. Təpələr, yox, yazıqdan olmaz.
Düzbucaqlının xaricdən seçmiş çevirən ərazisi nə idi? Diaqonalın yarısı. Elədir. Diaqonalda tapmaq üçün Pifaqordan istifadə etmək. A kvadrat plus B kvadratdan. Gəlin şifahi tapan 40. AB məsafəsi nə qədərdir? Baxın. 8. BC məsafəsi BC 6. Çünki 4-dən mənfi 2-yə qədər, elədir? 6, 8, AC diaqonalı çəksəz. Diaqonal 10-dur, yarısı da nə olacaq? 5. Çünki xarici çəkin çevirən ərazisi ilə diaqonalın yarısına bərabərdir. Və sonra. 41-də AD məsafəsi 8. DC məsafəsi 6. 6, 8, 10 yenə 5 olacaq. Sonra 42-ci suala baxırıq. İki turist düzbucaqlı koordinat sistemində verilmiş bir məntəqədən çıxaraq, biri şimala doğru 6 kilometr, digəri isə şərqə doğru 8 kilometr getdi. Sən düz durursan, əmşək. Bakı şimalda deyil. Şimal. Bakı bu tərəfdə uşaq. Sizin bildiyiniz çöl tərəfdə. Amma biz Bakıya gedəndə, buradan fırlandıq gəlir, bu gedir o tərəfə Bakıya. Bakı şimalda. Elədir? Yaxşı. Deyir ki, iki turist düzbucaqlı koordinat sistemində verilmiş bir məntəqədən çıxaraq, biri şimala dur. Bax, burada durub tutaq ki. Şimala doğru getdi nə qədər? 6 kilometr. Digəri isə şərqə doğru 8 kilometr getdi. Şərqə doğru, qabil müəllimcillərə. 8 kilometr getdi. Və uyğun olaraq koordinatları MA12, X-in A-sı, Y-in 12-si. 12 buradadır. Uyğun olaraq nə demək uşaqlar? Bu da A olsun. Biri isə N10B, X-in 10-u, Y-in nəyi? Olsun B-si tutaq ki. Bizdən nəyə soruşur? Deyir ki, məntəqəyə çatdılar, deyir, B bölünsün A nisbətini tapın, deyir. Buradan bura 8 deyir uşaqlar. Buradan bura da 8 olmalıdır. A neçə oldu? 2 oldu. Buradan bura 6'dır. Buradan burada 6 çıxsan, B-yə nə qaldı? 6. Bizdən də soruşur ki, B bölünsün A nisbətini tapın. 6 bölünsün ki, nə olacaq cavabımız? 3'ə bərabər olacaq. Sonra, ən asanında uyğunlaşmalar aşağı. Orta nöqtədən söhbət edir. A, B, uşaqlar, 43'də orada C nöqtəsi orta nöqtə deyək. Amma sənə bir nömrədə B-ni X, Y, Z verir. Neyi necə yorulur? Deməli, yox, 2 ilə X-i toplayıb 2-yə böləndə nə alacaqsan orada? Mənfi 1. 3 ilə Y-i toplayıb 2-yə böləndə 0. 4 ilə Z-i toplayıb 2-yə böləndə 2 alacaqsan. Deməli, uyğunlaşmalar sizindir. Ta 50-yə qədər. 51-dən başlayıb. 51 də uyğunlaşmadır sizindir. Sonra 51-də qiymət verəcəksiniz aya. A variantda nə verir? A böyükdür 1-dən. 1-dən böyük nə aklımıza nə gəlir? 2 ver gör hələ o ABC sağa doğru getmir burada, artmaya doğru. Gör artır yoxsa azalır bu formada. 52-ci suala baxırıq. Mayakın koordinatları 4, 6 kökdə 3 və 3'dür. Sualtı cəminin koordinatları isə 4, kökdə 3, mənfi 2'dir, şəklindədir. Koordinat sistemdə hər bölgünün 1 kilometr olduğunu bilərək, təyyarə və sualtı cəm arasındakı məsafəni tapın, 2 nöqtə arasındakı məsafəni. X2 çıx X1-in kvadratı, Y2 çıx Y1-in kvadratı, Z2 çıxılsın Z1-in kvadratı. Bu eləyir 0-ın kvadratı. Kökdöyüşdən 6 kökdöyüş çıxılır, mənfi 5 kökdöyüş. Kvadratı 25, 3, 75. Üstəcər bunu çıxanda nə eləyir? Mənfi 5. Kvadratı nə eləyir? Müsbət 25. 100, 100-dən neçə kök çıxdı? 10 kök çıxdı, bəs. 53-cü sualda eynisidir. 54-də deyir ki, M-in hansı qiyməti bu nöqtələr koordinat başlanğıcında yerləşər. Nə demək koordinat başlanğıcında yerləşər? Amma iş var burada. Burada nəyi? Ortaq köklər götürəcək inşallah. Çünki bax, M kvadrat çıxılsın 5'e müstəqil 6 da 0'dır. O da 0. M kvadrat üstəgəlim çıxılsın 12 də 0'dır. Yaxşı, şifahi köklərini tapaq birincinin. 3, 2. Yox, yox, birincidə 3, 2. O birisində? Yox. Mənfi 4, 3. Mənfi 4, 3, 3, 2. Ortaqları nədir? 3'dür. Ortaq kök 3'dür. 55 də eynisidir uşaqlar. Diaqramda ABCD paralelogramının təpə nöqtələri verilmişdir. 3 də 50 verib. Orta nöqtəsi soruşur. Ha? A, B, C, D paralelogramının orta nöqtəsi verilmişdir. AD tərəfinin orta nöqtəsinin koordinatlarını tapın. AD tərəfinin orta nöqtəsini. Yaxşı. Demək olar, A olan X-dir, qara olan Y-dir. A-nın koordinatları deyim mənə. 2, 3. B-nin koordinatları 3, 7. C nədir? 9, 7. 9, 7.
Yaxşı. 9 7 deyib biz D-ni bilmirik ki. D-ni nətər tapacaq uşaqlar? Bəs paralleqramdan gedir. Paralleqramın qarşı tərəfləri bərabərdir axı. Deməli buradan bura olan məsafə, nədir? Bərabər. Mən bura bir x, y yazıram uşaqlar. Buradan bura qədər məsafə 2 nöqtəsindəki məsafədir. Nəyə bərabərdir görə elə? 2 çıx 3, -1. Kvadratı 1 kök altında. Üstəgə 3 çıxılsın 7, -4. Kvadratı 16. Məsafə nə oldu? Kök 17. Əgər bura kök altında 17-dirsə, burada kök 17. Necə? Onda mən x-dan 9-u çıxanda kvadratı da üstəgəl y-dən də 7-ni çıxıram. Bərabər olmalıdır nəyə? Kök altında 17-yə. Bir dəqiqə. Mən hansından asılı çıxacaq? Mən onu... Onun fərqi nə ki? Onsuz kvadrat, onsuz mənfi nəyə çevirir? Müsbətə çevirir də fərqi yox. Hesaplamanı düz elədik uşaqlar. 3 7. 1 üstə gəlinsin 16 elədi 17. Yaxşı. Yaxşı, ehtiyac yoxdur uşaqlar. AD-nin orta nöqtəsi deməyir. AD elə nəyə bərabərdir? 1. Əslində bu mənim nəyimə lazımdır ki? Mənə AD-ni soruşmur. Onda BC məsafəsini tapaq. Ha? BC-ni tapmaq, sonra deyil. O da olar, AC diaqonalı çəksək, A-dan C-yə qədər məsafəni tapmış olacaq, bir şey əldə etmiş olmayacaq uşaqlar orada. BC məsafəsini tapaq görəklər. Görək BC məsafəsi nə qədərdir? 9-dan 3 çıx. 6. Kvadratı 36. 7-dən 7 0. Bu elədi nə qədər? 6. Demək bu məsafə də 6-dır. Yaxşı, buradan bura qədər məsafə də bərabər olmalıdır. Onda belə eləyər uşaqlar, gələn ağayraq. X çıxışın 2 kvadratı. 2 nöqtə arasındakı məsafədə uşaqlar, elədir? Eyni şey gəlib çıxacaq, elə yeni də. Ha? Eyni şey gəlib çıxacaq. Demək, paralleqramın diaqonalları kəsir və kəsiş nöqtəsində yer vermir. Bu orta nöqtəsini tapsaq, kimə görə? AC-yə görə. BD-yə görə orta nöqtəni tapa bilmərəm. O, bax, AC parçasının orta nöqtəsinin koordinatları nədir? x1 üstəgəl x2 bölü 2, 2 üstəgəl 9 bölü 2, bir də 3 üstəgəl 7 bölü 2. 3 üstəgəl 7 bölü 2. Bu da oldu o nə qədər? 11 11-i 2-yə böləndə 5,5, 10 12-yə böləndə 5. O oldu 5,5, 5. Axı bu orta nöqtə həm də bunların orta nöqtəsidir. Deməli uşaqlar, 3 ilə x-i toplayıb 2-yə böləndə nə alacaq? 5,5. Bax, 3 ilə x-i toplayıb 2-yə böldüm. 5,5 aldım. 7 ilə y-i toplayıb 2-yə böləndə nə alıram? 5 alıram, elədir? Bax, 7 ilə y-i toplayıb 2-yə böləndə də 5 alıram. Buradan 3 üstəlik x bərabər 2-ni 5,5 vuran nə edir? 11. X bərabərdir nəyə? 8-ə. Buradan da məxrəcə bir atıb çarpaz vursaq, 7 üstəlik y bərabər olur 10-a, y bərabər olur neçəyə? 3-ə. Deməli, x-imiz neçə oldu uşaqlar? 8. Y-imiz neçə oldu? 3. İndi bu AD parçasının orta nöqtəsinin koordinatları, kökdən 7-lər bizə lazım olmadı uşaqlar. AD parçasının orta nöqtəsinin koordinatları nə olacaq? 2 üstəgəl 8 bölü 2, nöqtəli vergül, 3 üstəgəl 3, bölünsün 2. Elədir? 10, 12-yə böləndə 5, 6, 6-nı 2-yə böləndə 3. Deməli, nöqtənin koordinatları nə oldu? 5 ilə 3-ə bərabər. 58-ci suala baxaq, sonucu. 57-ni öz yazarsınız dayıcı. Burada yazalım. Yox, yox, vaxta görə biraz. Görə 58-də nə deyir? Deməli, A 3 -2 nöqtəsi və B 7 -6. Nöqtələrinin simmetrik olduğu nöqtə 3x çıxılsın AY bərabərdir 31. Düz xətt üzərində olarsa, A parametrinin ala biləcəyi qiymətini tapın. Deyir, nöqtələrinin simmetrik olduğu nöqtə 3x çıxılsın AY bərabər 31 düz xətt üzərində olarsa, bu düz xətt üzərində olarsa. 2 dəfə qiymət verərdik. Bir A üçün, bir B üçün. A parametrinin yaxşı. Bu x-in y-in qiymətidir. Görə bundan alınacaqlar. X, y, x, y. X-a nə verəcəm? 3. Y-ə -2. 9 üstə gəlinsin. Yox. 2 alınır da, üstəlik kurlarına. Yox, bir də A parametrinin ala biləcəyi qiymət tapın. Yox, yaxşı, bu bunda hesablanırsa, bunu nə verdi bizə?
Deməli, nöqtələrin simmetrik olduğu nöqtə 3y çıxılsın AY bərabərdir 31 düz xətti üzərindədir. 3y çıxılsın AY bərabərdir 31 düz xətti üzərində olarsa A parametrini ala biləcək. Yaxşı, burada xətti funksiyadan söhbət keçsəcək uşaqlar. AY buradan bərabərdir 3y çıxılsın neçə eləyir? 31. Y də bərabərdir 3 bölünsün AY çıxılsın 31 bölünsün A. Tutaq ki, xətti funksiya getirilir. Bu da K nədir? Uzaq əmsalı deyil. Uzaq əmsalı burada aşağılar K bərabərdir. Y bölü X deyildi. Bəli. Uzağın tangesindən yazanda. Elə edir uşaqlar, elə deyil. Buradan bura məsafə Y-dir, buradan bura məsafə X-dir. Bu buzağı tapanda neydi? Buzağın tangesi neydi? Qarşıdakının bitişicə nisbəti. Yaxşı. Onda Y2 çıxılsın Y1-in, X2 çıxılsın X1-ə fərqidir. Y2-miz nə qədərdir? -6 çıxılsın Y1 nə qədərdir? -2. X2-miz nə qədərdir? 7 çıxılsın X1 nə qədərdir? 3. Bu mənfi-mənfiyə müsbət. -6-ın üstünə çəkəndə -4. 7-dən 3 çıxanda 4. Bu elədi nə qədər? -1. K oldu -1. Bu xətti funksiyada K-mız nədir uşaqlar? 3 bölü A. Deməli 3 bölünsün A -1-ə bərabərdir. A da bərabərdir nəyə? -3. Bu belə.